Salam, sabahınız xeyir olsun. 7 iyun 2026-cı il tarixidir. Yaz fəslinin 78-ci günü. Zülhicə ayının isə 21-ci günüdür və iyun ayının ilk həftəsinin ilk 7-ci bazar günüdür. İstirahət günlərindən biridir, həm də sonuncu günüdür bazar günü həftənin, həm də son istirahət günüdür. Hər birimizdə can sağlıqlı, xoş xəbərlərlə zəngin, dinc qulaqlı, gözəl bir istirahət günü keçirməyi arzu edirəm. İstirahət günü olmağına baxmayaraq 7 iyunda da hər bir işi arxasınca gedən, eləcə də iş yerində, ofislərində işləri ilə məşğul olan, evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş abadlığı, yol açıqlığı, bol ruzi, bərəkət, sülh əminamanlıqlı, dinc qulaqlı, bol bərəkətli ruzili bir gün keçirməyi arzu edirəm. Xoş xəbərlərlə zəngin bir günümüz olsun bugün. Bununla yanaşı isə 7 iyun günündə təhsili ilə məşğul olan məktəblər, orta ixtisas, ali məktəb tələbələrinə, eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş abadlığı arzu edirəm. Arzu edirəm ki, bütün qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar olaraq yetişə bilsinlər. Bununla yanaşı 7 iyun günündə kimlərin rəhmətə gedənlər var. Allahdan rəhmət diləyirəm, qalanlarına can sağlığı, səbir diləyirəm. 7 iyun günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün xəstələrə, bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid, qazi, əskər ailələrinə, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, dinc qulaqlı, sülh əminamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, gözəl, xoş xəbərlərlə zəngin dolu olan bir gün keçirməyə arzu edirəm. 7 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 7 iyun günündə də tarixi günlər vardır. 7 iyun günündə olan tarixi günləri deyirəm və 7 iyun günündə 1099-cu ildə Qüdsə ilk səlib yürüyüşü başladığı gündür. 7 iyun 1498-ci ildə Xristofor Kolumb özünün yeni dünyaya 3-cü səyahətə çıxmağa başladığı gündür. 7 iyun 1654-cü ildə 14-cü Lidovik Fransa kralı olduğu gündür. 7 iyun 1892-ci ildə Benjamin Harrison beysbol oyununda ilk dəfə iştirak edən Amerika Birləşmiş Ştatlarının prezidenti olduğu gündür. 7 iyun 1945-ci ildə Norveç kralı 7-ci Hakon 5 il sürgündən sonra öz ailəsi ilə Osloya qayıtdığı gündür. 7 iyun 1967-ci ildə İsrail Şərqi Qüdsü işğal etdiyi gündür. 7 iyun 2008-ci ildə futbol üzrə Avropa çempionatı başladığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.